Çalışma 35. Sinus 5x bərabərdir. Kökdə 1 çıx x kvadratın kvadratı plus x kvadratı. Tənliyinin köklərinin sayını tapın. 1 çıx x kvadratı böyük bərabər 0-dırsa, x kvadratı 1-dən kiçikdir. Modul x 1-dən kiçikdirsə, x daxildə -1, 1 parçası. Kvadrat kökü aparır. Sinus 5x bərabər 1 çıx x kvadrat plus x kvadratıdırsa, sinus 5x bərabərdir 1-ə. 5x bərabər 1 alır pi bölü 2 plus 2 pi kada. 5'e də bölsək pi bölünsün 10 plus 2 pi k bölünsün 5. Dərəcəyə də çevirsəm bu edir 18 dərəcə. Üzərinə gəl 2 pi k bölü 5, bu da edir 72 k'dır. Həmin bu -1, 1 radiandır. -57, 3 dərəcə ilə müsbət 57, 3 dərəcə arasında qiymətlər alacaq. K'ya qiymətlər verib x'in bu aralığa düşdüyü qiymətlərini araşdıraq. K'ya -1 versəm, -54 düşür bu aralığa. K'ya 0 versəm 18 dərəcə, o da düşür bu aralığa. K'ya 2 versəm 90 dərəcə düşmür. O aralığa düşən 2 kökü vardı. D variantı.